Bismillahirrahmanirrahim və bihi nəstə'in və sallallahu ala seyyidina Muhammed və alihət tahirin. Keçən bəhslərdə mənsubat bəhslərindən başlamışdıq. Məf'ulun mutləqi oxuduq, məf'ulun ləhu oxuduq. Ondan qabaqki dərslərdə də məf'ulun bihi oxumuşduq. İki məf'ullu feilləri bəhs etmişdik. Ki, ümumiyyətlə bəhsimiz mənsubatdır. Yəni, o isimlər ki, nəsiblinmiş surətdə gəlirlər. İki bəhsdə, mənsubatdan iki bəhsi tamamladıq. Məf'ulun bih, əf'alı qulubu da onun zimnində bəhs elədik. Keçən dərsimizdə məf'ulun mutləq haqqında danışdıq və həmçinin məf'ulun ləhyə və məf'ulun liəcli. Bugünkü dərsimizdə iki digər məf'ul barəsində danışacağıq, bəhs edəcək inşallah. Birincisi məf'ulun fihdir ki, daimi nəsiblənmiş surətdə gəlir və həmçinin məf'ulun mə. İnşallah məf'ulun fihi başlayıq, məf'ulun mə'i də inşallah elə bu dərsin sonunda bəhs edərək. Məf'ulun fih nədir? Təbii ki, biz mənsubatı oxuduğumuz üçün məf'ulun fih də nəsiblənmiş isimlərdən hesab olunur. Necə məf'ulun bih, məf'ulun mutləq, məf'ulun ləh mənsub idirsə, məf'ulun fih də mənsub isimdir. Lakin hər bir məf'ulun öz bir rolu var. Məf'ulun bih dedik ki, iş onun üzərində vaqe olub. Məf'ulun mutləq təkidi, növ'i, ədədi bəyan edirdi. Yəni, feilin, ədədin, növ'in, təkidin. Məf'ulun liəcli feilin baş vermək səbəbini bildirirdi. Amma məf'ulun fih elə nəsiblənmiş bir isimdir ki, feilin baş vermək zamanına və yaxud məkanına dəlalət edir. Yəni, məf'ulun fih dəlalət edir ki, feil hansı zamanda baş verib və feil hansı məkanda baş verib. Məf'ulun fih hər ikisinə dəlalət edir. Məf'ulun fih deyəndə, məf'ulun fih yəni zərfdir. Zərf özü də iki qismdir. Ərəb dilində zərfi zaman, zərfi məkan. Həm zərfi zamana, həm zərfi məkana dəlalət edən nəsiblənmiş ismə biz məf'ulun fih deyirik. Pəs buna əsasən məf'ulun fih deyəndə o nəsiblənmiş isim nəzərdə tutulur ki, feilin baş vermə zamanını və yaxud da feilin baş vermə yerini, məkanını bildirir. Misal vuraq, diqqət edin. Həzərtu səbahən əmaməl müəllimi. Hazır oldum sübh vaxtında müəllimin qarşısında, müəllimin kənarında. Diqqət edin, həzərtu feili faildir, hazır oldum mənasında. Səbahən də mənsubdur, sübh vaxtı. Əmaməl müəllim, müəllimin qarşısında, bu da mənsubdur, əmamə. Əmam məkanı bildirir. Səbah da zamanı bildirir, sübh vaxtı. Bəs diqqət etsəz, bu misalda həm iki dənə məf'ulun fih var, həm feilin baş vermək zamanını bildirir. İkinci kəlmədə, ikinci məf'ulun fihdə feilin baş vermək məkanını bildirir. Həzərtu, hazır oldum. Nə vaxt? Səbahən, sübh vaxtı. Burada feilin, hazır olmaq feilin, nə vaxt baş verməyin bildirdi. Sübh vaxtı hazır oldum. Harada hazır oldum? Əmaməl müəllimi, müəllimin kənarında, müəllimin müqabilində, müəllimin qarşısında. Bəs burada hazır olmaq feili müəllimin qarşısında, bu da məf'ulun fihdir. Təkrar edirəm, məf'ulun fih elə bir nəsiblənmiş isimdir ki, feilin baş vermək zamanın və yaxud da feilin baş vermək yerin və məkanın bildirir. Bu misalda həzərtu səbahən əmaməl müəllimi. Səbahən mənsubdur, nə üçün? Məf'ulun fihdir. Çünki feilin baş vermək zamanını bildirir. Hazır oldum sübh vaxtında. Harada? Əmaməl müəllim. Müəllimin qarşısında. Burada əmamə kəlməsi əmamə əyinlə deyil, həmzə ilə. Əmam, yəni qarşısında. Bu əmamə, bu da məf'ulun fihdir. Lakin burada feilin baş vermək zamanı yox, baş vermək məkanını bildirir. Həzərtu feili fail, səbahən məf'ulun fih. Lakin feilin zamanını bildirir. Əmaməl müəllim də yenə məf'ulun fihdir. Feilin baş vermək məkanını bildirir. Bu, tərifi və misalı. Lakin, elə bu misaldan məlum olduğu kimi,
və həmçinin məf'ulun fi'in tərifindən məlum olduğu kimi məf'ulun fi iki növdür. Məf'ulun fi ya zərfi zamandır, ya zərfi məkandır. Elə tərifindən də bu ələ gəldi. Mən də qısa surətdə işarə elədim. Amma təkrar olaraq qeyd olunur ki, məf'ulun fi bu tərifi əsasən, bu keçən misalı əsasən iki növdür. Məf'ulun fi ya zərfi zamandır, zaman zərfi. Ya zərfi məkandır, məkan zərfi. Zərfi zaman, yəni zamana dəlalət edən bir zərfdir. Nə kimi? Yevm, gün. Şəhr, ərəb dilində ay. Şəhrun, şəhr Ramazan, Ramazan ayı. Yevm ki, məlumdur, gündür. Sənə, məsələn, ili bildirir. Ümumiyyətlə, zamana dəlalət edən zərflərə biz zaman zərfi deyirik, zərfi zaman deyirik. İkinci növ məf'ulun fi'də zərfi məkandır. Zərfi məkan da məkana dəlalət edən bir zərfdir. O zərf tanınan zarf. Nə kimi? Dar, ev. Ev bir məkandır. Təht, alt. Fovq, üst. Yəmin, sağ. Əmam, qabaq. Şimal, məsələn, sol. Yəmin, şimal. Və bu kimi xəlf, arxa. Bunlar hamısı zərfdir, lakin məkanı bildirən zərflərdir. Bəs məf'ulun fi iki növdür, zərfi zaman, zərfi məkan. Zamana dəlalət edən zərflərə zərfi zaman deyəcək, məkana dəlalət edən zərflərə zərfi məkan deyəcək. Bunların hamısında, diqqət edin, bunların hamısında biz məf'ulun fi kimi gətirə bilərik. Məsələn, həzərtu əl-yevmə fil məscidi. Hazır oldum bugün məsciddə. Yəni məscidə getdim. Diqqət edin, burada fi əgər gətirilərsə, artıq bu məf'ulun fi'dən çıxacaq. Necə biz məf'ulun ləhdə dedik? Əgər belə desəydik, ci'tu li dirhəmin. Bir dirhəm üçün gəldim. Lam gəldiyi üçün ona biz məf'ulun ləh demirdik. Burada da diqqət edin. Zərfi zamanda həqiqəti o məkanı bildirən fi'dir. Fi kəlməsi əgər zərfin əvvəlinə gətirilərsə, artıq bu da məf'ulun fi deyilmir buna. Məf'ulun fi yadınızda saxlayın ki, mənsubatdandır. O nəsiblənmiş isimdir ki, zaman və məkanı, feilin zaman və məkanın bildirsin, nəsiblənmiş olsun. Amma fi gələndə ki, nəsiblənmiş olunmur. Düzdür, məhəllə mənsub edilir, çünki məf'uldur. Amma ləfzdə fi gətiriləndə artıq biz məf'ulun fi deməyəcəyik. Ona görə bu misalda həzərtu əl-yevmə fil məscidi, həzərtu feili fail, əl-yevmə zərfdir, mənsub isimdir. Zamanı bildirir bugün. Fil məscidi, amma artıq deyəcək cari məcrurdur. Buna məf'ulun fi deyə bilmərik. Amma əgər əvvəl dediyimiz misala diqqət etsəydiniz, hər ikisi məf'ulun fi idi. Həzərtu səbahən, məf'ulun fi zamanı, zərfi zaman. Əmaməl müəllimi, zərfi zamanı, məkanı. Hər ikisi mənsubdur. Buna da diqqət eləmək lazımdır. Bəs zərf özü iki qism oldu. Zərfi zaman, zərfi məkan. Bir qismə də diqqət eləyin, bu da önəmlidir. Bizim zərflərimiz bir bölümdə iki qismə bölünür. Zərfi mütəsərrif, zərfi qeyri-mütəsərrif. Burada əgər yadınızda olsa, biz demişdik, feildə təsərrüf, feili mütəsərrif olmağı çoxdur. Çünki hallanır, mazidə 14 siğə, muzarisi olur, ismi fail, ismi məf'ul, bunlar hamısı düzəlir. Feili mütəsərrif olmağı çoxdur. İsmi mütəsərrif olmağı necə idi? Biz sərf elmində oxumuşduq. Dedik ki, təsniyəsi olsun, cəmi olsun, müsəğğəri olsun, mənsubu olsun. Orada mütəsərrif və qeyri-mütəsərrifi fərqli məna etmişdik. İsmi mütəsərrif, yəni ismi ki, o təsniyə qura bilək onunla. Cəm düzəldə bilək onunla. Həmçinin müsəğğər, ismi müsəğğər düzəldə bilək onunla. İsmi mənsub, mənsub isim, nə? Mənsub burada sinlə, nisbət verilmiş isim düzəldə bilək. Feillərin mütəsərrif olmağı, dedik, hallandıraq onu mazidə, muzaridə, əmirdə ilə axir. Amma buradakı deyirlər zərfi mütəsərrif və zərfi qeyri-mütəsərrif, bu da başqa mənadadır. Zərfi mütəsərrif o zərfə deyilir ki, məf'ulun fi'dən əlavə o zərfdən biz fail də düzəldə bilək, müftəda da düzəldə bilək. Yəni zərfi mütəsərrif məf'ulun fi bəhsində
o zərfi zamana, o zərfi məkana deyilir ki, məf'ulun fihdən əlavə, məf'ulun fihdən başqa olan fail kimi, mübtəda kimi də gələ bilsin. Mən misal vururam, diqqət edin. Məsələn, şəhr, ay mənasında, yevm, gün mənasında. Bu iki dənə misal zərfi zamandır. Məscid. Məscid nədir? Məkandır. Lakin şəhr, yevm, məscid bunlar zərfi mütəsərrif hesab olunur. Nə üçün zərfi mütəsərrif hesab olunur? Çünki bunlar həm məf'ulun fih kimi gələ bilir. Məsələn, deyə bilərdin, sirtu şəhrən. Bir ay mən seyr elədim, bir ay gəzdim. Sirtu şəhrən. Şəhran burada ismi mənsubdur, zərfdir, məf'ulun fihdir. Və yaxud da misal vurdunuz, həzərtu əl-yevmə. Hazır oldum bu gündə. Burada yenə məf'ulun fihdir. Və yaxud da həzərtu məscidən, əl-məscidə. O məsciddə mən elədim? Hazır oldum. Bunlarda üç kəlmənin üçü də məf'ulun fih kimi gəldi. Amma həmin kəlmələr bəzən məf'ulun fih kimi gəlmir. Yəni, mübtəda gələ bilir, fail gələ bilir. Məsələn, misal vururam. Əl-yevmu mübarəkun. Əl-yevmu mübarəkun. Bugün mübarək bir gündür. Burada deyə bilməsən ki, əl-yevmu məf'ulun fihdir. Bəlkə əl-yevmu mübtədadır, mübarəkun nədir? Onun xəbəridir. Bəs əl-yevm, yevm kəlməsi nə oldu? Zərfi mütəsərrifdir. Həm məf'ulun fih kimi mənsub da gələ bilir, həm də mübtəda kimi gələ bilir. Və yaxud da Cəə şəhru Ramazan. Ramazan ayı daxil oldu. Dəxələ şəhru Ramazan. Dəxələ fiildir. Şəhru Ramazan burada faildir. Siz gördünüz? Şəhr burada fail kimi istifadə olundu. Məf'ulun fih gəlmədi. Həmin məscid kəlməsi də məsələn misal vurmaq olar. Əlbəttə məscidin, məsələn mən misal vurdum. Məsələn həzərtul yevmə fil məscidi. Fil məscidi fi gəldiyinə görə artıq orada ismi məf'ulun fi hesab olunmur. Ümumiyyətlə bu qayda olaraq yadımızda qalsın. O zaman zərfləri, o məkan zərfləri ki, məf'ulun fihdən əlavə fail kimi, mübtəda kimi istemal olunursa, biz bunların adına nəhv elmində zərfi mütəsərrif deyirik. Amma bir sıra zərflər də vardır ki, qeyri-mütəsərrifdir. Zərfi qeyri-mütəsərrif də demək olar ki, məlum olur. Zərfi qeyri-mütəsərrif o zərflərə deyilir ki, ancaq və ancaq zərf kimi istifadə olunur. Yəni, məf'ulun fih kimi istifadə olunur. Onların fail gəlməyi, mübtəda gəlməkliyi mümkün deyil. Buna misal vurmaq istəyir. Bə'd kəlməsi, fovq, təht, yəmin, iza və bu kimi bəzi zərflər vardır ki, bunlar həmişə nə gəlir? Məf'ulun fih gəlir. Bunlara deyəcək zərfi qeyri-mütəsərrif. Ola bilsin bəzi misallarda, məsələn, irad və işqal olsun. Mən ümumi qaydanı deyirəm. Ümumi qayda budur ki, yəni zərfi mütəsərrif və qeyri-mütəsərrifdə. Zərfi mütəsərrif o zərflərdir ki, həm məf'ulun fih kimi istemal olunur, həm də ki, qeyri-məf'ulun fih kimi istemal olunur. Misal vurdum, şəhr, yevm, məscid. Həm fail gələ bilərlər, həm mübtəda gələ bilərlər, həm də ki, məf'ulun fih kimi. Qeyri-mütəsərrif yalnız və yalnız məf'ulun fih kimi istemal olunur. Artıq bunlar fail kimi, mübtəda kimi istemal olunmur. Bu bir bölüm. Bəs bura qədər məf'ulun fihi tərif etdik. Məf'ulun fihin iki növünə, zərfi zaman, zərfi məkana işarə etdik. Zərfin iki qism olmağına, bir cəhətdən mütəsərrif və qeyri-mütəsərrif olmaq baxımından iki qismə böldük. Bir qism də var ki, zərfi mü'rəb və zərfi məbni. Bir sıra zərflər var ki, mü'rəbdir. Mü'rəbdir, yəni axırının hərəkəsi mütəğəyyirdir, dəyişə bilir. Amma bir sıra zərflər də var ki, onlar məbnidir, yəni onun axır hərəkəti sabitdir. Misal olaraq, biz misal vurmaq olar. Məsələn, şəhərdir, yevmdir, məsciddir. Bunlar zərfdir, mü'rəbdir, i'rab qəbul edir. Dedik ki, ismi fail gələ bilər, mübtəda gələ bilər, axırı dəyişə bilər. Məsələn, rəaytul məscidə desin, məf'ulun bih olur. Həzərtu fil məscidi desin, məcrur olur. Bəs mənsub da olur, mərfu da olur.
Bunlar zərfi müərrəbdir. Amma bir sıra zərflər vardır ki, məbnidir. Məbnin də mənası məlumdur ki, onun axır hərəkəsi sabit olaraq həmişə qalır. Məsələn, huna, ha huna, hunaka, ində, lədun, əynə, həysu. Bunlar məkan zərfləridir ki, onların axırı irabı həmişə sabitdir. Huna, həmişə hunadır. Ha huna, bura mənasında. Huna buradır. Hunaka ora mənasında. Səmmə kəlməsi, sümmə yox, sümmə sümmə ətf hərflərindəndir. Bağlayıcı hərflərindəndir. Amma səmmə elə hunaka mənasındadır. Hunaka ilə səmmə yəni orada, hunaka orada. İnd yanında, lədun yanında, əynə və heysu. Əynə də, əynə yəni hara, heysu o yeri ki. Əlbəttə, heysu zaman mənasında da işlədilir bəzən. Bunlar məkan zərfləridir ki, özü də həmişə məbnidirlər. Yəni, axırların irabı sabit olaraq qalır. İz, iza, məta, əyyanə, əl-anə, əmsi, bunlar da zərfi zamandırlar ki, məbnidirlər. Buna da diqqət edin. Zərfin, bir sıra zərflər vardı ki, müvrəbdirlər. Müvrəbin misalları ki, məlum idi. Şəhirdir, yomdur, məsciddir. Bunlar müvrəb olanlardılar. Məbniyə də burada misal vurduq. Zamanına da, məkanına da. Zamana, iza, məta, əyyanə. Bunlar hamısı zərfdirlər ki, zərfi zamandırlar ki, məbnidirlər. Axırın irabı sabitdir. Amma məbniyə, məkana misal vurduq. Huna, ha huna, hunaka, səmmə, ində, lədun, əynə, həysu. Bunlar da nədir? Məkandırlar, məbnidirlər. Bu, məf'ulun fih barəsində bu qədər məlumat. Amma məf'ulun mə'ə. Məf'ulun mə'ə də yenə də məf'ul olduğu üçün tərifində yenə qeyd edəcək ki, məf'ulun mə'ə nəsiblənmiş bir isimdir ki, lakin bunu digər məf'ullardan ayıran cəhəti budur ki, vavi ki, mə'ə mənasınadır. Mə'ə mənası olan vavdan sonra gəlir. Bu misala diqqət edin. Safərtu və səidən. Safərtu və səidən. Səfər elədim, səidlə birlikdə. Səidlə səfər etdim. Tərkibdə safərdu feili fail, vav biməni mə'ə, yəni mə'ə mənasındadır. Səidən də mənsubdur. Nə üçün? Məf'ulun mə'ədir. Nə üçün məf'ulun mə'ədir? Çünki nəsiblənib, elə bir vavdan sonra gəldiyi üçün ki, o vav biməni mə'ədir. Safərdu və səidən. Buna diqqət edək. Əgər vavın yerinə mə'ə olsaydı, mə'ə cər hərfidir. Gərək belə olardı. Safərdu mə'ə səidin. Lakin vavi ki, mə'ə mənasınadır, ondan sonra gələn isim mənsub olur və onu isimə biz nə deyirik? Məf'ulun mə'ə deyirik. Bəzən də məf'ulun mə'ənin amili həsf olur. Bu da demək olar ki, ərəb dilində eynən məf'ulu mütləqdə dediyimiz kimi. Məsələn, məf'ulu mütləqdə şükrən. Demirlər şəkartu şükrən, şəkartuka şükrən, əşkuruka şükrən. Elə şükrən deyirlər. İstemal o qədər çoxdur ki, amili həsf olunur. Bu məf'ulların hamısı mənsubdur. Özündən qabaqçı gələn amilə görə əməl edirlər bunlar, ona nəsb verirlər. Amma bəzən məf'ulun mə'ənin amili həsf olunur. Əlbəttə, bu deyirlər adətən may istifhamiyyədən sonra və yaxud da keyfi istifhamiyyədən sonra çox olur. Məsələn, çoxlu misal vururlar. Ma əntə vəl xitabətə. Ma əntə vəl xitabətə. Ma istifhamiyyədir. Sən hara, xitabə hara. Əgər bizim dildə tərcümə eləsək, sən hara, yəni xitabəlik sənlik deyil. Xitabə etmək, xütub oxumalıq sənlik deyil. İstifhamiyyədir. Ma əntə vəl xitabətə. Bunun amili nədir? Amili yoxdur, amili həsf olub, əməliliğini həsf olub. Və yaxud da ərəb dilində başqa keyfiyyədən bir misal vuraq. Keyfə əntə və nəhv. Sən nəhvə münasibətin necədir? Nəhvlə vəziyyən nəhvə münasibətin necədir? Nəhv haqqında nə qədər məlumatın var? Nəhvi bilirsən, bilmirsən. Keyfə əntə və nəhvə. Səndən burada vənnəhvə vəl-xitabətə diqqət edin. Vəl-xitabətə mənsubdur. Niyə? Vav-ı məiyyədən sonra gəlir. Vənnəhvə, ən-nəhvə kəlməsi mənsubdur. Çünki vav-ı məiyyədən sonra gəlib. Bunlar hər ikisi məf'ulun mə'ədir. Lakin amili nə olmuşdur? Həsf olmuşdur. Məsələn, məf'ulun mə'ədə əvvəl tərifinə diqqət edək. Nəsiblənmiş bir isimdir ki, mə'ə mənasına olan vavdan sonra gəlir. Safərtu və səidən.
Bəzən həmin məf'ulun mə'ənin amili həsf olar. Adətən buyururlar ki, bu həsf olmaq ya ma istifamiyədən sonradır, ya keyfə istifamiyədən sonra. Ma əntə vəl xitabə. Yəni, burada mənə ma əntə vəl xitabədir. Əslən, sən hara, xitabə hara? Bu mənada vəl xitabətə vav-ı məiyyədir, xitabə mənsubdur, amma amili həsf olub. Keyfə əntə və nəhvə, ən-nəhvə ismi mənsubdur, məf'ulun mə'ədir, vav-ı məiyyədən sonra gəldiyi üçün. Əlhamdülillah, mənsubat bəhsindən məf'ullar tamam oldu. Gələn bəhsimizdə inşallah məf'ullardan, mənsubatdan olan hal, təmyiz və digər mənsubatı haqqında məlumat verəcəyik. Və sallallahu alə seyyidina Muhammed və alihi tahir.